Zat əlləri Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev, hörmətli Avropa İttifaqının enerji və sosial məsələlər üzrə komissarı Dan Jorgensen, hörmətli qonaqlar, xanımlar və cənablar. Mən sizə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Nazirlərinin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində Nazirlərin 4-cü iclasında salamlayıram. Bizim bu toplantımız bizim uğurlu işimizdə tarazlı şəkildə bərpa olunan enerjinin inkişaf etdirilməsi və regional səviyyədə enerji bağlantılarının daha da şaxələndirilməsində göstərdiyimiz səylərin mühüm mərhələsidir. Mən özlərinin təşəkkürümü Azərbaycan Respublikasının prezidentinə, cənab İlham Əliyevə ifadə edirəm ki, o, bu uğurun arxasında dayanan əsas şəxsdir və bu işlərə rəhbərlik etmişdir. Və indi isə mən böyük məmnunluq hissi ilə sözü verirəm cənab prezidentə əsas çıxışı üçün. Xanımlar və cənablar, sabahınız xeyir. İlk növbədə bütün qonaqlarımızı salamlayıram. Cənab komissarı xüsusi salamlamaq istəyirəm. Çünki o indi gəlib və istirahətə ehtiyacı var. Ancaq buna baxmayaraq o bizimlə birlikdədir. Biz onun Brüsseldə iş qrafikinin sıx olmasına baxmayaraq bugün bu vacib tədbirdə iştirak etməsini yüksək qiymətləndiririk. Sizin iştirakınız Azərbaycanla Avropa təsisatları arasında yalnız enerji sahəsi ilə məhdudlaşmayan güclü tərəfdaşlığı bir daha nümayiş etdirir. Hər zaman olduğu kimi biz Məşvərət Şurasının illik iclasında ötən iclasdan bəri görülmüş işləri nəzərdən keçirir, enerji təhlükəsizliyi və dayanıqlı enerji təchizat sahələrində əməkdaşlığımızın və tərəfdaşlığımızın gücləndirilməsi ilə bağlı gələcək birgə addımlarımızı planlaşdırırıq. Bu təşəbbüsün davamlılığını nümayiş etdirməsindən artıq 10 ildən çox vaxt keçir. Və 12 il əvvəl bu təşəbbüsə başladığımız dövrlə müqayisədə birlikdə, məhz birlikdə toplaşmağın və enerji təhlükəsizliyinə dair mühüm məsələləri müzakirə yolu ilə həll etməyin nə dərəcədə vacib olduğunu indi daha aydın şəkildə anlayırıq. Xüsusilə son 12 ilə nəzər saldıqda müxtəlif senarilərin, çətinliklərin, mürəkkəbliklərin və problemlərin şahidi oluruq. Lakin bütün bu çətinliklərə və regionumuzda yaşanan olduqca ağır dövrlərə baxmayaraq, Azərbaycan və tərəfdaşları tərəfindən bir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin olunması həqiqətən də gündəlik həyatımızda hiss etdiyimiz reallığa çevrilmişdir. Ötən il Bakıda sonuncu görüşümüzdən bəri görülən işlərə nəzər yetirdikdə yenə də irəliləyişin şahidi oluruq. Hər dəfə biz məhz irəliləyişdən danışırıq. Sonuncu dəfə bu auditoriya qarşısında çıxış edərkən bildirmişdim ki, biz 12 ölkəyə qaz tədarük edirik. Hazırda isə Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb. Bu göstərici üzrə Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir. Sonuncu dəfə çıxışım zamanı qaz təchizatının coğrafiyasının genişləndirilməsi ilə bağlı planlarımıza toxunmuşdum. Gördüyünüz kimi bu planlar artıq reallaşdırılıb. Hesab edirəm ki, digər mühüm hadisə qaz təchizatımızın artıq Avropa hüdudlarından kənardakı istiqamətlərə də çatması olmuşdur. İlk dəfə olaraq Suriyaya qaz tədarükünə başlamışıq ki, bu da Suriya xalqına mövcud olan kəskin elektrik enerjisi qıtlığının azaldılmasında yardım göstərmək məqsədi daşıyır. Beləliklə, Suriyaya 1,5 milyard kubmetr həcmində Azərbaycan qazının tədarükü vasitəsilə biz əhalinin daha yaxşı qorunmasına, biznes fəaliyyəti üçün daha geniş imkanların yaranmasına və müəssisələrin normal fəaliyyətinin təmin edilməsinə töhfə verdik. Çünki hamıya yaxşı məlumdur ki, elektrik enerjisi olmadan heç bir inkişaf əldə etmək mümkün deyil.
Bu həm Suriya, həm region, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi. Çünki qaz təchizatının şaxələndirilməsi hər bir ölkə kimi bizim üçün də xüsusi əhəmiyyət daşıyır. Biz qaz qəbul edən ölkələrin şaxələndirmə ilə bağlı üzləşdikləri çətinlikləri anlayırıq. Lakin eyni zamanda istehsalçı ölkələr üçün də şaxələndirmə mühüm amildir. Yenə də görürük ki, istehsalçı Azərbaycan, tranzit ölkələr və istehlakçılar arasında əməkdaşlıqda müsbət dinamika müşahidə olunur. Hesab edirəm ki, məhz bu birlik, birgə maraqlar və qarşılıqlı fayda prinsipi 10 ildən artıq davam edən uğurlu yolumuzun əsas amilidir. Planlarımıza gəldikdə, bəli, biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik. Artıq Avropanın daha 2 ölkəsinə, Almaniyaya və Avstriyaya qaz tədarükünə başlamışıq. Beləliklə, hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır. Qarşıdakı illərdə Azərbaycanın yataqlarından yeni qaz hasilatı ilə əlaqədar olaraq hasilat həcmlərini artırmaq imkanımız mövcuddur. Lakin bunun üçün şübhəsiz ki, ötən dəfə də qeyd etdiyimiz kimi mövcud qaz nəqli infrastrukturlarının genişləndirilməsi üzərində düşünməliyik. Çünki bugün Cənub qaz dəhlizi artıq tam yüklənmiş vəziyyətdədir. Biz bazarda mövcud tələbatı və qlobal vəziyyəti nəzərə alaraq artacaq tələbatı qarşılamaq məqsədi ilə əlavə genişləndirmə və interkonnektor imkanlarını araşdırırıq. Məqsədimiz ixracı maksimum səviyyəyə çatdırmaqdır. Bu il Azəri-Çıraq Günəşli yatağının dərin qaz laylarından hasilatın başlanmasını gözləyirik. Hasilatın ötən il başlanacağı gözlənilirdi. Lakin bu baş vermədi. Bununla belə hasilatın məhz bu il başlanacağına əminik. 2-3 il ərzində Abşeron yatağının tam miqyaslı işlənmə mərhələsinin başlanmasını gözləyirik ki, bu da Abşerondan qaz hasilatını 3 dəfə artıracaq. Eyni zamanda Ümid yatağının 2-ci mərhələsi üzrə qaz hasilatına başlanması gözlənilir. Təbii qazın əsas mənbəyi olan Şahdəniz yatağımızla bağlı olaraq deyə bilərəm ki, 2028-ci ildə Şahdənizin yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik. Qeyd olunan bütün hasilat profilləri maksimum istehsal səviyyəsində 10-15 milyard kubmetr həcmində əlavə qaz əldə etməyə imkan verəcək. Daha əvvəl qeyd etdiyim kimi, bunun üçün yeni bazarlara, mövcud boru kəməri sisteminin genişləndirilməsinə ehtiyac var və əlbəttə qaz paylama şəbəkəmizin şaxələndirilməsi istiqamətində əlavə tədbirlərin görülməsi zəruridir. Artıq bir neçə ildir ki, Məşvərət Şurası çərçivəsində müzakirə olunan məsələlərin bir hissəsi də yaşıl gündəlikdir və bu istiqamətdə də müsbət nəticələr barədə məlumat verə bilərik. Bu ilin yanvarında regionda indiyədək ən böyük külək elektrik stansiyasının 240 meqavat gücündə obyektinin açılışı olub. Layihə Aquapower tərəfindən maliyyələşdirilib və həyata keçirilib. Bu, bizim artıq malik olduğumuz potensiala əlavə edilən yeni yaşıl enerji mənbəyidir. 2023-cü ildə Mazdar şirkəti 230 meqavat gücündə günəş elektrik stansiyası inşa edib. Bir neçə layihə artıq icra mərhələsindədir və gələcək illərdə biz alternativ enerji mənbələri ilə işləyən yeni elektrik stansiyalarının açılışını gözləyirik.
Burada bizdə xarici sərmayədarlardan və yerli şirkətlərdən ibarət müsbət kombinasiya mövcuddur. Yerli şirkətlər dedikdə, əlbəttə ki, SOCAR-ı nəzərdə tuturam. Lakin yalnız SOCAR yox, həmçinin özəl şirkətlər alternativ enerji mənbələrinə investisiya yatırmağa başlayıb. Çünki burada böyük potensial və bazarda tələbat var. Artıq ötürücü xətlər mövcuddur, lakin daha çox ötürücü xətlər olacaq. Biz bu məsələ üzərində işləməliyik. Biz enerji kabelləri, Azərbaycandan Avropaya, Qara dənizin dibi ilə gedən enerji kabeli və Mərkəzi Asiyadan Azərbaycana gələn enerji kabeli üzərində birlikdə işləməliyik. Hər iki müqavilə imzalanıb və bir layihədə iqtisadi texniki əsaslandırma tamamlanmaq üzrədir. Digər layihədə isə bu iş davam edir. Bütün bu layihələrin reallaşacağı zaman onlar çox dayanıqlı olacaq və deyərdim ki, bir çox ölkələrin enerji dəhlizləri üçün ekzistensial əhəmiyyət kəsb edəcək. Alternativ enerji ilə bağlı planlarımız artıq imzalanmış müqavilələrə əsaslanır. Vurğulamaq istəyirəm ki, bunlar anlaşma memorandumları deyil, müqavilələrdir. Beləliklə, tərəflərin müqavilə öhdəlikləri var. Biz 2030-cu ilə qədər alternativ enerji mənbələrindən 6-8 gigavat elektrik enerjisi əldə etməyi gözləyirik. Əlbəttə ki, bu böyük aktivdir. Beləliklə, biz onu ixrac etməliyik. Hazırda elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz təbii qazı əvəzləmək məqsədi ilə daxili tələbat üçün istifadə etməliyik. Kommunikasiya sektoru, süni intellekt, data mərkəzləri ilə bağlı planlarımız da daxil olmaqla artan iqtisadiyyat və sənaye üçün şəraiti təmin etməliyik. Bütün bunlar mənim və Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti tərəfindən imzalanan Amerika Birləşmiş Ştatları və Azərbaycan arasında strateji tərəfdaşlıq xartiyasından sonra artıq üzərində iş gedən layihələrdir. Bu xartiya bir çox sahələri, o cümlədən süni intellekt, enerji, bağlılıq və bir çox digər məsələləri əhatə edir. Dünyanın ən qüdrətli dövləti Amerika Birləşmiş Ştatlarının strateji tərəfdaşımız kimi çıxış etməsini nəzərə alaraq, bizim planlarımızın gerçəkləşməsi tamamilə real görünür. Biz hidroelektrik stansiyalarına sərmayə yatırırıq. Bu layihələr Ermənistanın işğalından azad edilmiş ərazilərdə icra olunur. Hələ ki 307 meqavat gücündə hidroelektrik stansiyalar artıq sistemimizə qoşulub. Planlarımız bunu 2-3 ilə təqribən 2 qat artırmaqdır. Bu bizə əlavə potensial və ucuz enerji verəcək. Beləliklə, hidroenerji, günəş enerjisi, külək enerjisi, potensial olaraq termal enerji, biz hazırda bu məsələni araşdırırıq. Qaz və bütün mümkün kombinasiyalar nəzərdən keçirilir və işin məhz belə aparılması zəruridir. Müzakirə etdiyimiz məsələyə qayıdaraq qeyd edim ki, hətta COP29 çərçivəsində bu iqlim konferansına ev sahibliyi etdiyimiz zaman da bildirmişdim. Baxmayaraq ki, o dövrdəki tendensiya ilə tam uyğun olmadığını anlayırdım. Faydalı qazıntı yanacaq növlərini nəzərə almamaq mümkün deyil. Əgər siz qazıntı yanacağını nəzərə almırsınızsa, bu deməkdir ki, siz xəyallarla yaşayırsınız. Biz hamımız planetin təhlükəsiz və təmiz olmasını istəyirik. Heç birimiz iqlim dəyişikliyinin fəsadlarını görmək istəmirik. Geri gəlmişkən burada Xəzər dənizinin ildən ilə dayazlaşdığını görə bilərsiniz. Lakin eyni zamanda biz bu məsələyə ideologiya nöqteyi nəzərindən deyil, praqmatizm, realizm nöqteyi nəzərindən yanaşmalıyıq. Beləliklə, qazıntı yanacağının və bərpa olunan enerji mənbələrinin vəhdəti, xüsusilə də Azərbaycan kimi ölkələrin səylərinin yüksək qiymətləndirilməsi, ölkənin öz qaz ehtiyatlarının 100
il üçün kifayət edə biləcəyi halda bərpa olunan enerji mənbələrinə milyardlarla sərmayə yatırması, hesab edirəm ki, iş məhz belə aparılmalıdır. Əminəm ki, bütün bu məsələlər bugünkü tədbirdə müzakirə olunacaq və biz yaxşı həll yolları tapacağıq. Həmçinin vurğulamaq istərdim ki, Azərbaycan enerji ehtiyatlarının etibarlı tranzit ölkəsi rolunu da oynayır. Biz Qazaxıstan, Türkmənistan üçün neftin mühüm tranzitini təmin edirik və bizim sistemimiz vasitəsilə nəql olunan neftin həcmi ildən ilə artır. Biz Xəzərin şərq sahillərindən daha çox neft qəbul etmək iqtidarındayıq və bunun üçün infrastruktura malikik. Avropa enerji bazarında səylərimizlə bağlı məsələlərə gəlincə, düşünürəm, auditoriyanın bilməyi vacib olardı ki, biz bu yaxınlarda Türkiyədə ən böyük elektrik stansiyalarından birini əldə etmişik. 870 megawatt gücündə. Ötən ay Serbiya ilə 500 megawatlıq elektrik stansiyasının inşasına dair müqavilə imzalandı. Beləliklə, bizim enerji təhlükəsizliyinə töhfəmiz yalnız öz sərhədlərimizlə, Cənub qaz dəhlizi ilə məhdudlaşmır. Həmçinin bizim üçün mühüm nailiyyətlər, mühüm amillər arasında İtaliyada ümumi emal qabiliyyəti 10 milyon ton olan 2 neft ayırma müəssisəsinin əldə olunması var. Əgər Egey dənizinin Türkiyə sahillərində artıq sahib olduğumuz 12 milyon tonluq neft ayırma müəssisəsini də əlavə etsək, ümumilikdə Aralıq və Egey dənizlərində 22 milyon ton neft ayırma potensialımız olacaq ki, bu da öz növbəsində sözsüz ki, neft məhsullarının davamlı təchizatını təmin etməyə kömək edəcək və minlərlə yanacaq doldurma stansiyası bu razılaşmanın bir hissəsidir. Sizin vaxtınızı çox almaq istəmirəm. Bilirəm ki, çox məşğul olacaqsınız. Sadəcə başa düşülməsi mühüm olan əsas məqamları, planlarımızı, görülmüş işləri və görülməsi planlaşdırılan işləri vurğulamaq istədim. Əminəm ki, iclas hər zaman olduğu kimi səmərəli, konstruktiv və nəticə yönümlü olacaq. Təşəkkür edirəm. Zat əlləri cənab prezident, biz sizə olduqca minnətdarıq. Siz hər tərəfli çıxış ediniz və əlbəttə ki, Məşvərət Şurası sizin müdrik rəhbərliyiniz altında təsis edilmişdir və artıq mühüm bir platformaya çevrilib və siz də çıxışınızda qeyd etdiniz ki, şaxələndirilmə vacibdir, sərmayələrin proqnozlaşdırılması və tərəfdaşların fəaliyyəti vacibdir və bu da bağlantıları üçün çox vacibdir. Biz sizin davamlı dəstəyinizi yüksək dəyərləndiririk və sizə minnətdarlığımızı bildiririk. Və sizin icazənizlə mən indi isə sözü verəcəm Avropa İttifaqının məhz energetika üzrə komissarına Dan Jorgensenə. Azərbaycanın əsas enerji layihələri Avropaya yönəlib və onlar Azərbaycanın və Avropa İttifaqının enerji strateji tərəfdaşlığını şərtləndirir. Cənab Jorgensen, söz sizindir. Sağ olun, nazir, cənab prezident, zat əlləri, xanımlar və cənablar. Mən bugün burada olmaqdan çox məmnunam. Burada Bakıda səmimi qəbula görə dərin təşəkkürümü bildirir. Bugün dəvətimizi qəbul etdiyinizə görə hamınıza minnətdaram. Belə kəlam var. Atalar 3-dən deyib. Bugün 3-cü ayın 3-cü günüdür. Ona görə düzgün olardı, elə mən də müzakirəmizi 3 əsas hissəyə bölüm. Avropa İttifaqının ilk öncə enerji təhlükəsi haqqında danışaq. 2020-ci ildə Azərbaycan qazı Cənub qaz dəhlizi ilə Avropaya getdi. 2022-ci ildə
bu dəhlizin strateji əhəmiyyəti tam aydın şəkildə üzə çıxdı. Rusiya öz təcavüzkar müharibəsinə başladı, enerjini silaha çevirdi və Avropa İttifaqı öz enerji təchizatını şaxələndirmək qərarına gəldi. Rusiyadan gələn enerjini əvəz etmək üçün biz ən etibarlı və inanılan tərəfdaşlarımıza üst tutduq və Azərbaycan onların arasında əsas götürüldü. Həmin vaxtdan etibarən biz Cənub qaz dəhlizi vasitəsilə təbii qazın təchizatını xeyli artırdıq. 2020-ci ilin sonundan Trans-Adriatik boru kəməri ilə Xəzərdə hasil edilən qazın 50 milyard kubmetrdən artıq həcmi Avropaya artıq çatdırıldı. Xəzər qazının köməyi ilə Avropa İttifaqının Rusiya qazından asılılığı 2022-ci ildəki ümumi idxalda 45%-dən 2025-ci ildə 12%-ə düşdü. Həmin rəqəmlər azalmaqda davam edir. 2 ildən az müddətdə hər il hələ də idxal etdiyimiz Rus qazının qalan 35 milyard kubmetri bazarımızdan çıxarılacaqdır. Həmin qaza görə Avropa İttifaqının hər il sərf etdiyi 10 milyard avro nə Rusiyanı, nə də ki, onun Ukraynaya qarşı təcavüzünü artıq maliyyələşdirməyəcək. Rusiya qazından asılılığımızı davamlı şəkildə azaltdığımız dövrdə Azərbaycanla tərəfdaşlığımızın vacibliyi yalnız artacaq. Avropanın enerji təhlükəsizliyinə və Azərbaycan iqtisadiyyatına fayda verəcək. Trans-Adriatik boru kəməri ilə kommersiya daşımaları başladığı dövrdə Azərbaycan 2024-cü ildə Avropa İttifaqının alıcılarından təbii qazın ixracına görə təxminən 24 milyard avro qazanıb. Bugünkü səfərim mövqeyi açıq bəyan etmək fürsətidir. Azərbaycanın qazı, qaz təchizatı Avropa İttifaqının enerji təhlükəsizliyinin mühüm sütunu olaraq qalacaq. Öz növbəsində Avropa İttifaqı yaxın gələcəkdə Azərbaycan qazının etibarlı müştərisi olaraq qalacaq və Azərbaycan iqtisadiyyatında struktur transformasiyaya təkan verəcək. İndi isə icazə verin, ikinci hissəyə keçim. Enerji təhlükəsizliyinin gələcəyi təmiz keçid və elektrikləşmədədir. Avropa İttifaqında biz rekord templərlə bərpa olunan enerji imkanlarını inkişaf etdiririk. 2025-ci ildə, məsələn, biz elektrik enerjinin 45%-ni bərpa olunan mənbələrdən almışıq və Avropa İttifaqında elektrik enerjinin satış qiyməti əvvəlki il ilə müqayisədə sabit qalıb. Bilirəm ki, Azərbaycan yerli bazarda ənənəvi yanacağın istehlakını azaltmaq üçün həmçinin elektrikləşməni nəzərdə tutur və beləliklə öz gəlirlərini artırmaq istəyir. Və bundan əlavə bilirəm ki, məhz bu elektrikləşmə potensialı bütün regionda böyükdür və xüsusən də bu yerli səviyyədə və sənayedə hiss olunur. Türkiyədə 2031-ci ildə COP tədbirinin keçirilməsinə gəldikdə, icazə verin bir daha qeyd edim ki, elektrikləşmənin gündəlikdə vacib məsələ olduğunu və konkret sahələrinin müəyyən edilməsini vacib hesab edəcəkdir. İcazə verin, bununla bağlı Avropa İttifaqının məhz həmin bu sənayedə olan mövqeyini bildirim. Avropa İttifaqı bugün məhz təmiz ekosistemin yaradılmasına çalışır, məhz texnologiyaları tətbiq edir, hidrojen və bərpa olunan enerjiyə üst tutur və burada rəqəmsal və kiber təhlükəsizlik həll variantları da var. Əlbəttə ki, bu sahədə potensialdan istifadə etmək üçün və o cümlədən geniş şəkildə özəl sektorun kapitalını cəlb edilməsi ilə əlaqədar biz məhz şəffaf və rəqabətçil təminat sxemlərindən istifadə etməliyik və daha çox tənzimləmə və proqnozlaşdırmanı təmin etməliyik. Beləliklə, Avropa İttifaqının şirkətləri bundan sonra da məhz öz maliyyə imkanları ilə, öz texnologiyaları ilə və kiber təhlükəsizlik və sistemin etibarlılığın sahəsində öz yüksək standartlarını tətbiq etməyə hazırdır. Və beləliklə icazə verin indi regional bağlantılara keçim. Və bugün məhz
düşünürük ki, bununla bağlı gündəlik çox böyükdür və istəyirik ki, biz Qaradəniz regionunda, Türkiyədə və Cənubi Qafqazda bununla bağlı əlavə addımlar ataq. Və əlbəttə ki, burada 3 əsas məsələ tutulur. Birincisi, biz ümumi strateji çərçivəni formalaşdırırıq. İkincisi, islahatları prioritetləşdiririk. Və üçüncüsü, biz sərmayə siyasətini formalaşdırırıq. Burada həmin gündəliyin həyata keçirilməsində qarşılıqlı maraq var. Regional elektrik baxımından bağlantılar enerji sistemindəki olan xərclərin azaldılmasına, bərpa olunan enerji üçün inteqrasiya imkanlarının yaradılmasına və iki tərəfli şəkildə elektrik enerjinin axıntısına imkan yaradır. Və beləliklə biz regional şəkildə həmin elektrik enerjinin ticarətini təmin edəcəyik və elə edəcəyik ki, regional səviyyədə elektrik enerji mənbələri tarazı şəkildə planlansın. Bağlantılara gəldikdə bunlar olduqca vacibdir. Çünki burada infrastruktur və bağlantılar strukturu lazımdır və qeyd edirik ki, bu baxımdan inteqrasiya və düzgün idarəçilik çərçivəsi də vacibdir. Avropa İttifaqı bundan sonra da əlavə imkanları araşdırmağa hazırdır ki, enerji bağlantıları güclənsin və regionda enerji keçidi baş versin və beləliklə zəmanətlər və maliyyət alətləri təmin edilsin. Və əlbəttə ki, özəl sektorun fəal iştirakı çox vacib olacaq. Avropa İttifaqının şirkətləri bundan sonra həm ekspert bacarıqları ilə, innovasiyalar və standartları ilə yardım etməyə hazırdır. Avropa İttifaqı eyni zamanda öz tərəfdaş ölkələri regionda kömək edəcək ki, enerji tənzimləmələri daha da güclənsin. Bu baxımdan onlar bu yaxınlarda Avropa İttifaqının məhz enerji proqramının 3-cü fazasına başlamışlar ki, bununla fəaliyyət öz texniki dəstəyini almışdır. Həm ikitərəfli, həm regional səviyyələrdə. Çox yaxşı bir haldır ki, məhz trans-sərhəd elektrik interkonnektorlarla bağlı planlar artıq formalaşıb, son illər ərzində həyata keçirilir və bir sıra təşəbbüslər var və həmin təşəbbüslər əsasında layihələr məhz iqtisadi və sistem inteqrasiyası təhlili əsasında həyata keçirilə bilər. Mən səmiyyətlə arzu edirəm ki, texniki əsaslandırma işləri tezliklə başa çatdırılsın. Hörmətli qonaqlar, əziz dostlar, yekun olaraq bildirmək istəyirəm, icazə verin. Bir daha, bugün bizi burada qəbul etdiyinə görə zat əlləri Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm. Və təşəkkür edirəm ki, siz bu müzakirələrin dərinləşdirilməsi və münasibətlərimizin gücləndirilməsi üçün fürsət yaradırsınız. Belə bir çətin dövrdə münasibətlər heç vaxt olmadığı kimi vacibdir. Cənab Prezident, ötən ilin bu vaxtından biz müqayisədə indi daha çətin dövrdəyik. Və əlbəttə ki, bu məqsədləri nəzərdə tutduqda mən sizə diqqətinizə görə təşəkkürümü bildirirəm və sizə məhsuldar müzakirələri arzu edirəm. Komissar Jorgensen, təhlil xarakterli çıxışınıza görə minnətdarıq və əlbəttə ki, Azərbaycan ilə Avropa İttifaqı arasındakı enerji dialoqu bundan sonra da davam edəcək və öz hər tərəfli nəticələrini verəcək. Bununla məhz ilk sessiyamız başa çatır. Cənab Prezident, çox sağ olun ki, bugün siz bizimləsiniz burada.